şəkilçimiz var. 8-ə gəlirik uşaqlar. 3 fərqli məna növü dedikdə əvəzliyin bilirik ki, 5 məna növü var da. Baxın burada 8-ci cavabımız B variantıdır. O şəxsi əvəzliyidir. Hamı qeyri-müəyyən əvəzlikdir. Öz təyin əvəzlikdir. Ona görə B variantını seçirik. Hər və öz. C variantında hər və öz hər ikisi eyni məna qrupuna aid olduğu üçün seçə bilmirik. Yəni orada da 3 dənə işlənibdir əvəzlik. D variantında var biz və belə. Orada 2 dənədir. Ona görə seçmirik hərdən zərfdir. A variantında yenə 3 dənədir. Ancaq hər kəslə bəzi qeyri-müəyyəndir. Bu da burada işarə əvəzliyidir. Ona görə yəni 3 dənə versə də eyni məna qrupudur da, 2 eyni məna qrupudur, biri fərqlidir, ona görə götürmür. 9-cu sualımıza keçirik. Cümlənin təhlilindəki səhvi müəyyən edirik. Satıcının sərgəri geyimi gözdən qaçmadı. Satıcının yeri hallı düzəltmə isimdir, düzdür. Satıcı sözün köküdür, ucu. Leksik şəkilçidir və düzəltmə isim yaratmışıq. Sərgəli əlamət bildirən düzəltmə sifətdir. Bəli, kimisə sərgəli giyindiyini görərkən onu görə biliriksə, deməli əlamət bildirir. Geyimi təsirli hallı düzəltmə isim deyil. Burada isimdir verib. Çünki geyimi, onun geyimi. Burada məsbə şəkilçi qəbul edibdir, adlı hallıdır. Ona görə onu götürürük. Cavabımız C variantıdır. Yəni səhvdir də, təsirli halda deyil. Sonra ona baxırıq, o əvəzi mübtəda kimi işlənmişdir. Burada cavab D variantıdır, hamı görmüşdü. O isə bunu inkar edirdi. Nə edirdi? İnkar edirdi kim? O. A-da o torpaqlar hansı torpaqlar? C-də o günlər hansı günlər? D-də də yenə işarə əvəzi kimi işlənib deyə cavabımız B variantıdır. 11-ə keçirik. Səriştəsizdir sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri deyir. Səriştəsiz deyə tələffüz eləməliyik. Elə avtomatik olaraq 5 cingitili samit işlənmir. Səriştəsiz deyil. R-nın birini sildiyimiz üçün deməli deyim buradakı düzgün cavabları. Deməli biri götürürük. Deyilişi və yazışı arasında 2 fərqli məqam var. Səriştəsiz deyil. R-nı salırıq. Səriştə T-dıya çevrilir, ona görə düzdür. Uzun tələffüz oluna sait yoxdur. Harda 2 var silirik. Kar cingiltili samit cütdüyü işlənibdir. Düzdür. Sözdəki R samitin kar qarşılığı yoxdur. Bəli, düzdür. Çünki R sonor samitdir. L-nın R sonor samitlərdir. Cingiltilidir və kar qarşılıqları yoxdur. Keçirik mətnimizə. Mətni istəyirsiniz özünüz oxuyun. Mətni oxuyun, keçək suallara. Deməli, altından xətt çəkilmiş sözü əvəz edə bilər. Burada veribdi heyran olmaq. Yaponlara görə təbiətin gözəlliyinə heyran olmaq, əvəz edə bilərik valih olmağı. C variantı. 13-də kəsməsin sözü mətndə tünd şriflə verilmiş sözlə eyni mənada işlədək. Burada təbiətin gözəlliyinin önünü kəsməsin, qarşısını kəsməsin mənasındadır. Ağac kəsmək mənasını istifadə edə bilmərik. Ondan sonra maaş kəsmək mənasını istifadə edə bilmərik. Sözün kəsilməyə mənasını istifadə edə bilmərik. Cavabımız B variantıdır. Günəşin qarşısını buludlar kəsməsin. Sonra Roma rəqəmi ilə göstərilmiş hansı abzasda mətnlə əlaqəsi zəif olan cümlə var? Bax bu cümlədir. Yaponiyadakı güclü zəlzələlər insanları qorxu altında saxlayır. Yəni bir təbiətin gözəlliyinə söhbət açarkən birdən-birə zəlzələdən söhbət getdiyi üçün, yəni zəifdir əlaqəsi. Ona görə də B variantını seçirik. 15-ə keçirik. 15-də cavabımız B-dir. Mətndə deməli kursivlə verilmiş cümlə aşağıdakı fikirlərdən hansını təsdiq edir? Kursivli cümləmizə baxırıq. Yapon incəsənətində təbiət təsvirlərinə Avropadan daha öncə rast gəlinir. Yəni deyir ki, B variantında Avropalılar özlərinin bütün yeni